Azərbaycanda rəqəmsal yetkinlik dövrü başlayır. Dövlət qurumları və bizneslər nə qədər rəqəmsaldır? Yeni təsdiqlənmiş qərara görə dövlət qurumları və şirkətlərin rəqəmsallaşma səviyyəsinin diaqnostikası həyata keçiriləcək. Bəs bu qərar nəyi əhatələyir və necə həyata keçiriləcək? Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi bu qaydalara görə ildə bir dəfə dövlət qurumları məcburi, bizneslər isə öz istəkləri, yəni könüllülük prinsipi əsasında rəqəmsal diaqnostikadan keçməli olacaqlar. Bu xidmət qurumun və ya biznesin nə qədər rəqəmsallaşdığını və vətəndaşlara verdiyi rəqəmsal xidmətlərin səviyyəsini real göstəricilər əsasında dəyərləndirəcək. Yəni bir dövlət qurumu həm daxilində, həm də vətəndaşların rahatlığı üçün təqdim etdiyi rəqəmsal həlləri bir növ qiymətləndirmə və yoxlanışdan keçirəcək. Bunun nəticəsində də dövlət qurumu və ya biznesin rəqəmsal səviyyəsi müəyyən olunacaq ki, bu da öz növbəsində onun gələcək rəqəmsal inkişaf planının formalaşmasında əsaslı ölçülə bilən meyar rolunu oynayacaq. Beləliklə, Azərbaycanda dövlət qurumları rəqəmsallaşma tərəfində ilkin, idarə olunan, müəyyən edilmiş, optimallaşdırılan olmaqla 4 səviyyəyə bölünəcəklər. İlkin səviyyəyə rəqəmsallaşmaya yeni başlayan qurumlar, idarə olunan səviyyəsinə fəaliyyətlərini nisbətən strukturlaşdıranlar, müəyyən edilmiş səviyyəsinə rəqəmsallaşmanı sistemli şəkildə tətbiq edənlər, optimallaşdırılan səviyyəsinə isə yüksək inkişaf mərhələsinə çatmış dövlət qurumları aid ediləcək. Özəl bizneslər isə məcburiyyət olmadan könüllü formada bu diaqnostika prosesini tamamlamaqla rəqəmsal həvəskar, rəqəmsal təşəbbüskar, rəqəmsal tətbiqçi, rəqəmsal qalib səviyyələrində qiymətləndirilə bilərlər. Qaydalara görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət və özəl sektora bu istiqamətdə metodiki dəstək göstərəcək. Bu təşəbbüs ölkəmizdə rəqəmsallaşmanın sürətlənməsi, vətəndaşlara faydalı rəqəmsal həllərin təqdim olunması üçün Azərbaycan Respublikasının rəqəmsal inkişaf konsepsiyası çərçivəsində həyata keçirilib. Bəs sizcə bu metod qurumların rəqəmsallaşma gələcəyinə necə təsir eləyəcək? Rəy bölməsinə fikirlərinizi bizimlə bölüşün.